Böyle oğlumuzla da bağlı fikrimizi bölüşək. Həm Allah ömür versin, öz uşaqlıq illərindən, öz Göyçə tarixindən, bizdən öncə Göyçənin havasını almış bir insandır. Talih qismət belə getdi ki, Paşanın da bu vətən uğrunda gedən bu çətinliklərdə, müharibədə öz Allah'tan onu, Allah gərək iş kimə qeyməyəydi. Allah da ən insan üçün, bəşəriyyət üçün əziz olan evlad olur. Onun evladına qeydi Allah Teala bizim Elşad balamız xüsusi təyinatlı bizim qoşunlarda xidmət elədi, mayor oldu. Bütün devlətin ali rütbələrindən, ali mükafatlarından, ordenlərindən, medallarla təltif olundu. Bu bizim için biraz çok ağırlıdır. Ama bu günümüz için, bugün başımızın dik durup gezmesi için bir elimiz obamızla beraber de kendimiz için bizim hamımıza bir başucalığı getiren bir qəhrəmanımız oldu. Allah'tan ona rahmet dileyək. Eyni zamanda mekanı cennet olsun diye ve Paşa kardeşimizi de çok kövrətməyək. Bu gururlu olmalı. Bu həqiqət belədir. Çoxları şəhidlərimiz gələndə o sakitliği namına her bir şeydir, şehit ölmez, dirilmez vesaire. Ama derinden düşünende, hayat terzimize bakanda, vallahi Allah hiç kime kısmet eləməsin. Ama dünyasının değişenden sonra bir gurur mənbəyidir. Çok büyük gurur mənbəyidir, büyük xoşbəxtlik. İndi etrafta her cür insanlar var. Ona kıymet vermeye bacaranlar, değer verenleri bacaranlar ve yaxud Allah münuzaq eləmiş kimi hansısa bir düşman biraz olabilir, ürəyində nəsə keçirdə də bilməz. O mesela ben həmişə deyirəm, indi bizim de hayat tərzimiz belə oldu ki, ictimaiyyətdə biz müxtəlif rayonlarda, regionlarda işlədik. Elə cavan oğlan olur ki, 21 yaşı olur. Atanın bütün imkanları var, pulu var, varı var. Gedib 10.000 pul verir, oğlunu ya xəstə yazdırır, ya üzr istəyirəm kiminləsə münasibət qurur, əskərlikdən saxlayır. Bir il əskərlikdə olsa, o bəlkə də bir milli qəhrəman olur. Gəlir, gedir, elə bir avtoqəzada, elə bir şərəfsiz ucuz ölümlə dünyasını dəyişir ki, insan dəhşətə gəlir. Əvvəla mən hesab edirəm ki, mən doğrudan da biraz yolda da gələndə danışdım. Ben qəlbən Allah'a çok bağlanamam, çok inanıram Allah'ın varlığına, Allah'ın bizi yarattığına ve yaşattığı bu hayata. Her bir insanın talihine Allah'tan bir yazılıb. Bu talih yazılıb. Buna kim ne deyir desin bu var. Bak xoşbəxtlik odur ki, İraq, şəxsən özümə də deyirəm, öz balama da deyirəm. Allah bir daha bizim ülkəmizə, vətənimizə müharibə qismət eləməz. Allah o cavan qıydığı ömürləri elə o şəhidliklə bağlasın. Kimin talihinin tarixinə nə düşər. Çünkü bu qəhrəmanlıqdır. Bugün simvoldur. Bugün hamının, mən məsələn kendimizlə bağlı söz düşür, müxtəlif iclaslarda, müxtəlif cəmiyyətdə elə, Qərbazan cəmiyyətində, Milli Məclisin deputatlarından olur, çox söhbətlərimiz düşür. Bunların hamısında ürək ağrısından yanaşmaqla beraber gururla deyirsən, özde doğrudan da kendimizi sevmək lazım. Bizim kendimiz çok qəhrəman ki, 11 tane şəhidimiz var, öyle değil mi? 12'dir. 12 şəhidimiz var. 12 şəhid balaca bir 500 əhali ilə tərk eləmiş bir kənddə çok büyük qəhrəman. Ve 300'den çok qazi yok. 300'den çok müharibə veteran iştirakçımız var. 30-40'a yakın qazilərimiz var. Vallahi bu qəhrəmanlıqdır. Həkimlərimiz var. Xüsusilə də məsələn, mən şəxsən bilmirdim Elşad Naxçıvanski məktəbi qurtarmağı, onun bir o hərbiçilik, onun hərbi arzusu olmağı, insanı bu, hardasa bu insanın genindən, daxilindən gəlir. O kadar vəzifələr var, o kadar asan işler var, o kadar pul kazanmak için başka varyantlar var. Ama devlet qulluğunda işlemek, devlet qulluğunda şərəfli işlemek o insanın genindən, canından, qanından gəlir. Bu baxımdan biraz çok danıştık. Allah Elşad kardeşimize rəhmət eləsin. Paşa kardeşimiz de bu bir kəlmə. Elşad Bağızan'dan ana olur. Bağızan'da büyüyor, uşaqlar bir yerde, analar fikirlərdən bir yerde büyüyor. Sonra bilmirəm, 9 sene geçəndə Naxçıvan uşaqları gördü. Dedi, məndə fikir nədir?
Mən istəyirəm buna kimi idim, Naxçıvan çıxmışam. Həm uşaqlar kimi, ana kimi. Ana da fəxr edir ömür boyu. Getdi Naxçıvan Akademiya bütün hamısını qutardı. Allah sana sağ eləsin. Gəlirək, bizə ana olub. Qədər bizə gəlin gələndə mən barda uşağı idim. Həqiqətən. Anan durur mu? Anam dururdu, anam xəstə idi. Durardı. Allah rəhmət etsin İnan gəncim. ki, Amma mənim də yadımdadır. İnan ki, bax, xəmir yoğurma lazım olanda, deyirəm, mənə deyir ki, qolunu çevirmə xəmir yox. Gedib kəm evli gəlir olsun. Bax, elən çıxır. Sonra akademiyada oxudu, qutarı gəldi. Anadan o qədər razı idi, o qədər razı idi ki, deyir, papa, əm uşaqların içində anadan başqa yoxdur. Naxçıvan çıxırdı, gəlirdi, ana ki, orada kompüter oynadırdı. Gedirdi, deyir, papa, giderim onunla yanında oturam, bir çay içirəm. Çıxanda belə bax, ana mənə cibə pul qoyur. Ana, vallah varımdır, həm olqu olsun. Həm olur, sən bu yoldasan, sən bu yol təmiz oxutar. Belə də oxudu, qutardı, Naxçıvanı qutardı, sonra akademiyanı qutardı. Sonra bütün bunun hamısını oxuyandan sonra Naxçıvanda qulluq elədi uzun müddət. Uzun müddət Gədəbədə qulluq elədi, sonra Naxçıvanda qulluq elədi. Bütün qulluq eləyə bayılınçı gəldi, bence cəza sıxdı. 2 ay qalmış balkon leytanat almağa. Bu da qismət olmadı. Mənə zəng elədim, dedim, oğul, geçdim müharibə olacaq, qadana mezun qoy, güldü telefonda. Dedi, papa, onu əskəri deyirlər, zabitə demirlər. Mən qərəgər əsəyəm, əskər önündə gedənəm. Alnıma nə yazılır, o da olacaq. Allah O da rəhmət oldu. etsin. Mən şoymuş. O elə qəlbimizdə generaldır. Sən polkovnik, leytenant da demə. Yox, Öz xidmətini, öz o vətən borcunu ən ləyaqətli Ona bir zaman yoldaş vardı, partak görüşdü, şəhətlərdə, Sumqayıtın, ağladı. Dedi, getmişdi, bu dəfə nazirə zıvan olmağa da. İkinci yaşlardan çağırdı qadın. Həsən Beşək balkon eləyət, mən də qalxma ağladı. Şimdi Nur demiş, şəhət olur. Allah rəhmət etsin, sən çox kövrəlməz. Kövrəlmə, yaxşı. Bunlar olur. Şimdi sən bizə bir Amma başqa farklı- kənddən danış da biraz. Bax, onu deyim, bax, kənddə mənim anam bu oldu. Başqa şey yadında qalmayıb kənd. Başqa şey- Beləcə ana deyib tutur. Dağlananda buna dağlanırdı, döyəndə buna Görəşki döyüldü. yedirdik bunlar çox. Yox, döyəndə buna döyüldü. İbrahim Bəni qotaqma İslam'da dedi. ikimiz sabit ortaya. Deyirəm məni qocaq. Anam dedim, Bir şillə vurub vardı. yox. Yox. Sana yok geldi. Qədə vurub, belə mən vurmuşum bir şey. Qədə dağılanda mən şuna qabat dağlandı. Bir gün buna tapşırdım ki, signal verdiler ki, Nahir Emre dedi ki, ona tapşır ki, falan yere gitmesin. Bu da Passat kardeşlik, gelen kimi tez yuyunur. Adına koymuştuk altı teze üstü Bezek Bey. Mataskelesinden çek şımpıra gedirdi. Çek oraya çek buraya. Tapşırdım ki, Şımpıra Roziya gedir. He. Roziya sevirdi. tapşırdım ki paşa saat 10 oldu ya dur. Evdə o. Həyat oldu da. Bu akşamı da bilmem ne oldu. Genelde şefesi oldu. Anam yazdı ağrıyor. Anam korkusuna hiçbir şey elemedi. Bunu boğdu. Oldu. He. Anam bilmesin diye. Nereye sevirdi? Ona şimdi, Onun ayfını bunu döner. ona şimdi Sen kadına varda boğurdun sen onu. O Roziya'dan eşitti. o tahtı. Ona şimdi kapı asıldı bu girdi. Bu da onu kes. Bunda kravatın yanında tuttum boğdum. İşte ağlarlar bilen birbirine baktılar gülüştüler de. Ha, dedim. Anam yanında ben bunlara